Xoş gördük, hörmətli izləyicilər. Bu günləri biz yenidən görüşürük və bugünkü görüşümüzdə biz muzeydən əldə edilən gəlirlərin məcburi tutulmaları, yəni vergi və məcburi ödənişlərə cəlb olunması haqqında danışacağıq. Bildiyimiz kimi fiziki şəxslər müxtəlif fəaliyyətlər həyata keçirir və bu fəaliyyətlər üzrə müxtəlif gəlirlər əldə edə bilirlər və bu gəlirlərdən də biri də muzeydən əldə edilən gəlirlərdir. Və muzeydən əldə edilən gəlirlər vergi və digər məcburi ödənişlərə cəlb olunurlar. Və bildiyimiz kimi 2026-cı ilin yanvar ayından muzeydən əldə edilən gəlirlərin vergi və digər məcburi ödənişlərə cəlb edilməsi qanunvericilikdə tamamilə dəyişərək yeni bir formada hesablanmağa başlanmışdır. Və bu gün də biz bu hissəyə baxacağıq. Ümumiyyətlə bildiyimiz kimi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən muzeydən əldə edilən gəlirlər iki istiqamətdə vergi və məcburi ödənişlərə cəlb edilirlər. Bunlar neft, qaz və dövlət sektoru və qeyri-neft, qaz və qeyri-dövlət sektorudur. İndi isə biz qeyri-neft, qaz və qeyri-dövlət sektoru, yəni özəl sektorda əmək haqqı hesablanması və onun vergi və digər məcburi ödənişlərə cəlb olunmasına baxaq. Bildiyimiz kimi, muzeydən əldə edilən gəlirlərin vergi və digər məcburi ödənişlərə cəlb edilməsi müxtəlif qanunlarla tənzimlənir. Yəni, muzeydən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi Azərbaycan Respublikasının vergi məcəlləsinə əsasən aparılır və bu 101-ci maddəni özündə əks etdirir. Və həmçinin muzeydən əldə edilən gəlirlərin MDSS-ə cəlbi, bu da Azərbaycan Respublikasının Sosial Sığorta haqqında qanunun 14-cü maddəsinə əsasən baş verir və işsizlikdən sığorta haqqında qanunda bu müvafiq maddələrdə öz əksini tapır. Muzeydən əldə edilən gəlirlərin vergi və digər məcburi ödənişlərə cəlb olunması və həmçinin əmək haqqının hesablanması bu gördüyünüz cədvəldə biz onu gəlin aydınlaşdıraq. Gördüyümüz kimi bizim cədvəldə simvolik olaraq bir şirkət adı götürmüşük və önü də burada yazılır və həmçinin 2026-cı ilin yanvar ayında hesablanmış bir əmək haqqı üzrə bu tutulmaları burada görəcəyik və gördüyümüz kimi şəxslər, yəni işçilər simvolik olaraq Vəliyev Vəli, Əliyev Əli və Quliyev Quludur. Biri direktor, maliyyə meneceri və baş mühasibdir. Gördüyümüz kimi yanvar ayında 19 iş günü üzrə biz onların əmək haqqlarının hesablanması üzrə baxacaq və təsəvvür eləyək ki, Vəliyev Vəlinin əmək haqqısı 10.000 manat təşkil edir. Maliyyə meneceri Əliyev Əliyə 8.000 manat əmək haqqı yazaq və Quliyev Qulu baş mühasibə isə 3.000 manat əmək haqqı yazaq. Bu rəqəmlərin də özü təsadüfi deyil, çünki bildiyimiz kimi müəyyən vergi və digər məcburi ödənişlərin cəlb edilməsi müəyyən məbləğlərə gələn müəyyən faizə olaraq müxtəlif bir formada görsəndiyi kimi biz bunları tam şəkildə əhatəli etmək üçün bu cür rəqəmlərdən istifadə edirik. Bildiyimiz kimi yanvar ayında 31 təqvim günü və onun içərisində faktiki iş günlərinin sayı 19-dur və təsəvvür edək ki, bizim hörmətli bu işçilərimiz hər biri 19 gündən faktiki olaraq 19-unda işləmişlər. Ona görə də onların əmək haqqları tam hesablanmışdır. Və gördüyümüz kimi həmin bu hesablamalar içərisindən direktor Vəliyev Vəlinin əmək haqqısından müəyyən bir tutulmalar olmuşdur. Bu tutulmalar iki istiqamətdə olur. Bir, Vəliyev Vəlinin gəlirlərindən, yəni işçinin aldığı əmək haqqıdan, digər isə müəssisə tərəfindən ödənilir. Bu, ümumiyyətlə, cəlb edilmələr sığorta edilən və sığorta olan istiqamət üzrə ayrılmışdır. Sığorta edən və sığorta olunanların fərqləri nədir? Sığorta edən, yəni müəssisə və ya fərdi sahibkar nəzərdə tutulur, yəni işə götürən şəxslər. Sığorta olunan isə kimlərdir? Bilavasitə sığortaya və digər məcburi ödənişlərə cəlb edilən şəxslərdir. Bizim misalda hansı ki, bu Vəli, Əli və Qulu adlı şəxslərdir. Və gəlin hesablamalara baxaq. Gördüyümüz kimi direktor Vəliyev Vəlinin əmək haqqısından iki istiqamətdə tutulma baş vermişdir. Bir, bilavasitə birbaşa Vəliyev Vəlinin əmək haqqısından və bir də Vəliyev Vəliyə ödənilən əmək haqqıya görə müəssisə tərəfindən də müəyyən tutulmalara cəlb edilmişdir. Bunlardan ilk tutulma MDSS tutulmalarıdır. Məcburi dövlət sosial sığorta. Məcburi dövlət sosial sığortasına tutulma iki istiqamətdə hesablanır. Bir, bu tutulma işçinin əldə etdiyi əmək haqqıdan, ikincisi isə müəssisə tərəfindən müvafiq olaraq hesablanır. Və bu tutulma və hesablama hansı formada baş verir? Deməli, işçinin gəlirləri bir neçə yerə bölünə bilir. Deməli, sığorta olunan Vəliyev Vəlinin gəlin əmək haqqısına tutulma hesablamalarına baxaq. Deməli, birinci nəyə baxacaq? Birincisi MDSS tutulmalarına baxacaq. MDSS tutulmaları, yəni məcburi dövlət sosial sığorta ayrılmalarıdır. Və tutulma qaydası necə baş verir? Sığorta olunanın əldə etdiyi gəlirin ümumi məbləğinin 200 manat hissəsi 3%-ə vurulur və 200 manatdan yuxarı hissəsi 10%-ə vurularaq hesablanır. Yəni, işçinin əldə etdiyi gəlirin 200 manat hissəsi 3%-ə vurularaq 6 manat,
tapılır və digər yuxarı hissəsi isə 9800 edirik ki, bu da müvafiq olaraq 10%-ə vurularaq bu isə 980 manat tapılır. Yəni işçidən cəmi MDS tutulması 980 manat üstə gəlinsin 6 və 986 manat eləyəcək. Və əgərləri biz bunun müvafiq bir xanada baxsaq, görərik ki, əmək haqqı tutulmaları işçi tərəfindən hesablanmış, həmin bu fonddan hesablanmış tutulma 986 manat burada qeyd edilmişdir. İkinci hissə sığorta edən tərəfindən tutulma isə biraz fərqli formada baş verir. Yəni 200-ə qədər hissəsi 22%-ə vurulur və 200-dən 8000-ə qədər olan hissəsi 15%-ə və 8000-dən yuxarı hissə isə 11%-ə vurulur. Bizim misalda əmək haqqı 10.000 olduğuna görə buradan tutulma necə hesablanacaq? Sözsüz ki, 200 vurulacaq 22% və bu bizdə 44 manat edəcək və 7800 hissə vurulacaq 15% 1170 manat eləyəcək və geridə qalan hissə 2000 hissə isə vurulacaq 11%-ə, bu isə eləyəcək 220 manat. Və cəmi tutulmalar nə qədər olacaq? Deməli, sığorta edən tərəfindən, yəni şirkət tərəfindən cəmi tutulma 44 üstə gəlinsin 1170 və üstə gəlinsin 220 olacaq. Və cəmi 1434 manat bir tutulma baş verəcək. Əgərləri biz bu misalımızın bu hissəsinə baxsaq, görərik ki, Vəliyev Vəlidən tutulub hesablanan hissə baxın, işə götürən tərəfindən, yəni sığorta edən tərəfindən 1434 manat tutulmuşdur. Deməli, bu bizim MDS hesablanması haqqında bu qədər. Növbəti hesablama icbari tibbi sığorta haqqında. İcbari tibbi sığorta haqqında biz nə deyə bilərik? 2021-ci ildə qəbul edilmiş qanuna əsasən muzey işlə əldə edilən gəlirlər icbari tibbi sığortaya cəlb edilirlər və icbari tibbi sığortaya cəlb edilmə hazırda icbari tibbi sığortaya cəlb edilmə hazırda iki istiqamətdə baş verir. Bir sığorta olunan və bir də sığorta edən tərəfindən. Və bu 2026-cı ilin yanvar ayından yenə dəyişikliklərə məruz qalmışdır və icbari tibbi sığortaya cəlb edilmə 2500-ə qədər hissə 2%-ə vurulur, yuxarı hissəsi isə 0.5%-ə vurulur. Misalımızda 10.000 manatlıq əmək haqqıda 2500 hissəsi 2%-ə vurulur və bu 50 manat edir və yuxarı hissə isə 7500 manat isə vurulur 0.5%-ə və bu bizdə 37 manat 50 qəpik təşkil edir. Ümumilikdə 50 üzərinə gəlinsin 37-50 və bu isə 87 manat 50 qəpik təşkil edir. Deməli, bax bu hesablama tam şəkildə hesablama eynən sığorta edən üzrə də tətbiq edilir. Gördüyümüz kimi həmin bu tutulma həm sığorta olunan, həmçinin də sığorta edən tərəfindən eyni formada hesablanır. Və gəlib cədvəlimizə baxsaq görərik ki, Vəliyev Vəlinin əmək haqqısından deməli icbari tibbi sığortadan 87.50 işçidən tutulmuşdur və işə götürən tərəfindən isə 87 manat 50 qəpik tutulmuşdur. Növbəti tutulmamız isə işsizlik sığortasıdır. İşsizlik sığortası Azərbaycan Respublikasında muzey işlə gəlir əldə edən şəxslərin hər birinə tətbiq edilir və işsizlik sığortasının hesablanması isə aşağıdakı kimi gördüyümüz kimi olacaq. Və burada da həmçinin sığorta edən və sığorta olunan üzrə iki istiqamətdə bölünmə olacaq. Və burada hesablanma nisbətdə daha asandır. Yəni, işçinin əldə etdiyi gəlirlər birbaşa 0.5%-ə vurulmaqla tapılır ki, bu da 50 manat eləyəcək bizim misalda və həmçinin sığorta edənə də bu eyni misalı şamil edə bilərik. Cədvəlimizdə baxıb görürük ki, hesablanmış əmək haqqıdan işsizlik sığortası sığorta olunan və sığorta edən tərəfindən eyni miqdarda 50 manat hesablanmışdır. Və sonuncusu vergi hesablanmasıdır ki, vergi Azərbaycan Respublikasının vergi qanunvericiliyinin 101-ci maddəsi ilə tənzimlənir və həmçinin muzey işlə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi 2026-cı ildən də dəyişilmişdir. Çünki 2026-cı ilə qədər, 2019-dan 2026-cı ilə qədər 7 il ərzində başqa bir formada hesaplanan gəlir vergisi bu günləri artıq başqa bir formada tətbiq edilir. Bu günləri verginin cəlb edilməsi yəqin ki, bilirik ki, sığorta edənə heç bir formada aid deyil. Çünki niyə görə? Biz bilirik ki, vergi gəlir əldə edən şəxs tərəfindən ödənilir. Və bizim bu günləri baxacağımız proses, baxdığımız proses muzey işlə əldə edilən gəlirlər olduğuna görə sözsüz ki, bu gəlir kimdən tutulacaq? Sığorta olunan, yəni işçidən tutulacaq. Və işçidən verginin hesablanması qaydası hazırda 2026-cı ildə aşağıdakı formada baş verir. 2500-ə qədər olan hissədən 3% olaraq vergi hesablanır. Əgərləri işçinin əmək haqqı, yəni muzey işlə əldə etdiyi gəlir 2500-dən az olarsa, bu zaman 200 manatlıq bir güzəşt tətbiq ediləcək. Əgərləri muzey işlə əldə edilən gəlirin məbləği 2500-dən yuxarı olarsa, bu 200 manatlıq bir güzəşt məbləği itir. Və 2500-dən 8000-ə qədər olan məbləğlər üçün vergi 10% hesablanır və 8000-dən
yuxarı məbləğlər üçünsə bu hesablanma 14% olaraq baş verir. Bizim misalda 10.000 manat əmək haqqı olduğundan əmək haqqını 3 yerə bölə bilərik. 2500 isə vurulacaq 3%-ə. Bu da eləyəcək 75 manat. İkincisi 5500 manat isə vurulacaq 10%-ə. Eləyəcək 550 manat. Üçüncü isə 2000 manat hissədir ki, biz də onu 14%-ə vuracaq ki, bu da bizdə 280 manat eləyəcək. Cəmi tutulma 75, üstə gəlinsin 550 və üstə gəlinsin 280 manat olacaq ki, bunun da cəmi bizdə 905 manat təşkil edir. Gördüyümüz kimi hesablanmış 905 manatı gəlin cədvəldə baxaq, misalımızda baxaq. Gördüyümüz kimi Vəliyev Vəlinin muzicin əldə etdiyi gəlirdən baxın 905 manat tutulmuşdur. Və ümumilikdə yanvar ayında Vəliyev Vəlinin muzicin əldə etdiyi gəliri 10.000 manat oldu və ondan isə tutulmalar. Baxın yoldaşlar, bu tutulmalar tam şəkildə neçə manat oldu? 2028 manat 50 qəpik və 10.000 manatdan həmin 2028 manat 50 qəpik tutularaq bilavasitə birbaşa Vəliyev Vəlinin əmək haqqı kartına 7971 manat 50 qəpik yüklənəcəkdir. 2028 manat 50 qəpik isə bu vergi və digər məcburi ödənişlərin tutulmasıdır. Və bu tutulma necə baş verir? Sözsüz ki, biz işçiyə həmin bu gəliri ödəyən zaman qanunvericiliyin tələbinə əsasən ilk olaraq hesablanmış həmin bu vergi və digər məcburi ödənişlər işçinin əmək haqqısından tutularaq dövlətin büdcəsinə ödənilir və geridə qalan hissə isə birbaşa işçinin əmək haqqı kartına ödəniləcəkdir. İndi isə yoldaşlar, bayaq sizə göstərdiyimiz misalın gəlin sotda öz əksini necə tapacaq o hissəsinə baxaq. T hesablar üzərindən göstərməyə çalışacağım. Sözsüz ki, həmin bu bir nəfər üzərindən göstərdiyimiz misalda 10.000 manat həmin şəxsin muzlu işdən əldə etdiyi gəlir və bizim yanımıza əmək müqaviləsi ilə işlədiyinə görə bizim üçün xərc olacaq. Bu xərc 721 və ya 711 və ya 721 və ya 202 ola bilər. Və əmək haqqı xərci və biz onu nə qədər 10.000 manat olaraq göstərəcəyik. Digər tərəfdə isə 533 əmək haqqı öhdəliyi kimi göstərəcək. Deməli, bizim işçi qarşısında əmək haqqı öhdəliyimiz 10.000 manat yaranacaq. Və bu ilkin hesablanma hissəsidir və bu hesablanmadan isə gəlin tutulmalara baxaq. Sözsüz ki, ilk olaraq gəlin başlayaq MDSS-dən. MDSS gördüyümüz kimi işçidən 986 manat hansı ki tutulmuşdu. Biz onu işçiyə çatacaq hissədən 986 manat tutacağıq və onu yeni bir hesab açırıq və hesab adlandırılır MDSS öhdəliyi və biz bunu 522-ci hesabda uçotuna apara bilərik və 986 manatı orada göstərə bilərik. Və həmçinin müəssisə tərəfindən də gördüyümüz kimi 1434 manat əlavə işçi üçün həmin bu hesaba pul köçürüləcək ki, bu da müəssisədən tutulacaq və bu müəssisə üçün əmək haqqıya bərabər tutulan bir xərcə yaza bilərik. Gördüyümüz kimi işçiyə verilən 10.000 manat əmək haqqıya görə biz həmçinin 1434 manat müəssisə tərəfindən ödəniş edirik ki, sığorta edən tərəfindən, bu da müəssisə tərəfindən xərcə yazılır və vergi tərəfindən tanınır və biz onu sosial sığorta xərcləri kimi əmək haqqı xərcinin tərkibində mən sizə göstərəcəm. Gördüyümüz kimi hər ikisi MDSS öhdəliyinə gəlib öz əksini tapdı. İndi isə yoldaşlar, icbari tibbi sığorta üzrə olan tutulmaların uçotuna baxaq. Gördüyümüz kimi sığorta olunandan 87 manat 50 qəpik tutulub. Gəlin bunu qeyd edək. 87 manat 50 qəpik və bunu yeni bir hesab açırıq. Adını qoyuruq. İcbari tibbi sığorta öhdəliyi 523-ün birincisi yerləşdirə bilərik və ora 87 manat 50 qəpik yazırıq. Və həmçinin şirkət öz cibindən də 87 manat 50 qəpik ödədiyinə görə bu da bizim üçün əmək haqqı xərcinin üzərinə əlavə edə bilərik. 87.50 və həmçinin icbari tibbi sığorta öhdəliyin üzərinə onu ata bilərik. Və növbəti isə tutulma isə bizdə hansı idi? İşsizlik sığortası idi. Gördüyümüz kimi işsizlik sığortası həm sığorta edən, həm də sığorta olunan tərəfindən 50 manat hesablanıb tutulmuşdu. Gəlin bunu da uçotuna aparaq və işçiyə çatacaq 10.000 manat gəlirdən 50 manat tuturuq. Yeni bir hesab açırıq, adını qoyuruq. İşsizlik sığortası. İşsizlik sığortası 523-ün ikinci sub hesabında istifadə oluna bilər. 50 manat bura yazırıq və həmçinin müəssisə öz cibindən də 50 manat ödədiyi üçün müəssisə üçün əmək haqqı xərclərinin də tərkibində uçotunu apara bilirik. Deməli, işsizlik sığortası tutulduqdan sonra növbəti vergi hesablanıb tutulmasıdır ki, gördüyümüz kimi vergi 905 manat yalnız sığorta olunandan tutulur. Çünki bu işçinin, yəni sığorta olunanın gəlirlərindən tutan bir vergidir. Odur ki, biz onu işçiyə çatası 10.000 manatdan tuturuq. 905 manatı hansı ki bayaqları hesablamışdıq və onu da yeni bir hesab açırıq, adını qoyuruq vergi öhdəliyi.
Vergi öhdəliklərinin çoxu 521 nömrəli hesabda aparılır və 905 manatı orada qeyd edirik. Deməli bizim tutulmalarımız hazır oldu. Gördüyümüz kimi bizdə əmək haqqı öhdəliyindən tutulduqdan sonra 7971 manat 50 qəpik qaldı. Gəlin bunun misalımızda bir də baxaq. Baxın 7971 manat 50 qəpik. İndi isə bunun gəlin ödənişini həyata keçirək. Ödəniş sözsüz ki bizim tərəfimizdən pul vəsaiti ilə ödəniş ediləcək və sözsüz ki bank hesabından biz bunu işçinin əmək haqqı kartına ödəniş edəcəyik. Bank hesabından 7971 manat 50 qəpik çıxacaq və biz işçinin əmək haqqı kartına 7971 manat 50 qəpik ödəniş edəcəyik. Və həmçinin digər ödənişləri də buradan həyata keçirəcəyik. Yəni 2420 manat ödəyəcəyik MDS öhdəliyi və həmçinin 175 manat ödəyəcəyik İTS üzrə və həmçinin işsizlik öhdəliyi 100 manat ödəyəcəyik. Bu da ödənildikdən sonra geridə qalan vergi də ödəniş olunacaq. Vergini də ödəniş edəcəyik. Gördüyümüz kimi bizdən bu əmək haqqı 10.000 manatın ödənilməsi üzrə bizdə müəssisədən 11.571 manat 50 qəpik pul çıxacaq ki bankdan. Onu da işçinin əmək haqqı kartına 7971 manat 50 qəpik köçəcək. Bu günləri biz qeyri-neft qaz və qeyri-dövlət sektorunda muzlu işlə əldə edilən gəlirlərin, yəni əmək haqqlarının vergi və digər məcburi ödənişlərə cəlb olunması haqqında biz danışdıq və onları sizə uçotun göstərməyə çalışdıq və biz bunun ardını neft-qaz sektoru və dövlət sektorunda bilavasitə əmək haqqının hesablanması zamanı vergi və digər məcburi ödənişlərin hesablanması və ödənilməsi uçotunu sizə göstərəcəyik. İzlədiyinizə görə təşəkkür edirik. Sağ olun, diqqətinizə təşəkkür edirik.